Salam dostlar. Təzə bir proqnozla sizləri xəbərdarlıq etmək istəyirəm. Kimlərsə inanmaya bilərsiniz, zaman sizə bunu göstərəcək. Bu ilin sonuna qədər dünya üzərində 3 bölgədə ayrı-ayrı mən böyük deprem, yəni zəlzələləri hiss edirəm. Bunlardan da biri Müslüman ölkədir, bizə çox yaxın olanlardan. Amma hansı ölkə olduğunuzu mən tam olaraq tutunmuram. Çünki bizim əraziyə yaxın bir bölgədə də çox böyük bir zəlzələ olacağını hiss edirəm. Bunu mənim analizlərim yox, hisslərim deyir. Bugündən ilin sonuna qədər hər an ola bilər. 3 ayrı bölgədə ardıcıl olaraq büyük zəlzələlər olacaq. Son 50-100 ilin Azərbaycanda büyük sellər hiss edirəm. Çox büyük sellər, daşqınlar. Azərbaycan üçün bunu deyəcəm. Türkiyə savaşa qatılacaq noyabr aylara qədər və o aylarda. Bir də 3 ayrı bölgədə təzədən xəbərdarlıq edirəm, büyük zəlzələ hiss edirəm. 2026-cı ilin hansısa aylara qədər bugündən dünya savaş və dərhal hər an başlana bilər. Onu sizə demişəm, xəbərdarlıq edirəm. Bir də sizə bir şey deyəcəm. Mənim proqnozlarımdan xoşun gəlməyənlər baxmayın, artıq əksik yazmayın. Siz lütfi qaşlıq sataraq mən enerjini qaldırıram, sizin işlərinizi yola salıram deyə sizi aldatanlardan özünüzü qorumağa çalışın. Mən sizə o barədə də bir şey deyəcəm. Çoxlu suallar var. Qanadin bəy, siz proqnoz verdiyi kimi belə güclü iş görə bilirsiniz. Mən sizə bir şey deyim. Həkim əlində analizlərin cavabı olmadan, diaqnoz cavabı olmadan nə tərz sizə müalicə edə bilər? Əvvəl insan diaqnozunu doğru qoyasınız, sonra da ona kömək gərək edə biləsiniz. Mən də həmçinin əvvəl insana doğru baxıb diaqnoz qoyub, sonra da onun problemi ortadan necə qaldırmaq lazım olduğu deyən, görən bir insan olaraq sizə deyirəm ki, siz ekstrasens adlandırdığı, energetik adlandırdığı insanların yanına gedən zaman onlar psixoloq kimi sizlərin problemləri soruşur. Güya sizin kök altı probleminizi taparaq sizə kömək göstərə bilir. Bunlar hamısı psixoloji düşüncə, hərəkətlər, elementlərdir. Siz magiyadan, cadudan, sihirdən, işləri getməyən, enerji aşağı düşmüş insanlar sadəcə bu işlərin altından qurtarmağının yolu doğru, əvvəl probleminizi hiss edərək, sizdən soruşmadan görən adamlar edə bilər. Bəzi hallarda olur ki, hiss eləyən adamlar da özləri bu magiya, enerji işləri bilmir və nə edəcəyini bilmədiyi üçün eləyə bilmirlər. Mən oxumuşam magiyanı, dərsləri keçmişəm hansısa ölkələrdə, gedib istirahət edərək, yalandan 2 dənə şam yandıranın yanına gedərək özlərinə görüntü verən adamlar var. Mən energetikam deyənlər. Onlara sual ver. YouTube'da da yazaqlar, Google'da yazaqlar. Siz bu təhsili harda almışsınız deyə və necə almışsınız? Hansısa bir Türkiyədə olan bir şamanın yanına gedib şam yandırmaqla, orada bir video çəkib gəlməklə, mən nə bilim, nə qədərsə pul verib dərsləri almışam deməklə sadəcə sizi aldadır. Sizin problemini həll edən adam gərək sizin problemini hiss eləsin və sizdən soruşmadan özü görsün, öz probleminizi, sizə aid olan problemini özü görərək desin. Siz tanış adamların əli ilə bir çox vaxtda ekstrasens dediyiniz, energetik dediyiniz, baxıcı dediyiniz insanların yanına gedəndə ola bilər ki, onlar da sizin barədə məlumat vermiş olar, özünüzdən də asılı olmayaraq. Çalışın. Sosial şəbəkələr və ya heç kimin bilmədiyi bir yolla qəbula düşün, özün barədə heç nə deməyin və ekstrasens, baxıcı, energetik dediyi insan özü sizin barədə nəsə görsün. O halda sizə nəsə kömək eləyə bilər. Özü görmədisə sizin probleminiz, siz əgər öz problemini ona deyəcəksinizsə, o sizə sadəcə qaşlıq satacaq. Mən bunun üzərində ritual eləmişəm deyə. O ritualın hansı elm üzərində, hansı kitab üzərində eləmişsiniz deyə onlara sual ver və onu harda öyrənmişsiniz deyə yaz Google'unda axtarın. Mən isə yanıma gələn
mənim yanımda olanlara özüm harda bu elmi deyilən enerjinin yüksəltməsini, yəni işini öyrənmişəm. Onu sizə deyəcəm və izah edəcəm. Mən burada onlara desə, mənim dediklərimi kimlərsə götürərək öz adından təkrarlayacaq. Nətər ki, mənim proqnozları bəzilər, mən proqnoz paylaşan sabahki gün götürür, paylaşır. Mənim dediklərimi baş verəndə sonra deyir, mən bunu demişdim və o cürdə sizin cibinizə gedir. Bunu da siz bilirsiniz, belə adamlar da var. Utanmadan, çəkinmədən, mən dediyim proqnozlara sağı solu biraz da düzəldərək, götürür özünə aid məxsus platformalarında paylaşır. 5-10 manat verərək orada burada da paylaşdırır. Və proqnoz baş verəndən sonra Nadim Əlixanovun dediyi şeyləri 2-3 gündən sonra götürür, paylaşır eyni şeyi. Elə deyilsə, Nadim Əlixanovun vaxtında verdiyi proqnozları tarixinə bax. Və mənim proqnozlarım eynən təkrarlayanların da tarixinə bax. Mənim dediklərimi baş verəndə öz ayağına yazanlar sizə necə baxıb kömək edə bilər? Onlar sadəcə bu cür özlərini reklam eləyə bilərlər. Onlar bilir artıq ki, Nadim Əlixanov nə deyirsə düz çıxacaq. Eynən Nadimin dediyi proqnozu izləyir və təkrarlayır eyni şeyləri. Və sonra da mən sizə nə bilim energetika qaldırıram, dua edirəm, bunu eləyirəm də aldadaraq sizdən istifadə edirlər. Və bunu da gedib o cür insanların yanına görən insanların çoxu da doğru olana da şərh eləyir. Sizə hər bir işdə yalan və doğru iş görənlər yoxdurmu? Adi elmi bilən həkimlərin içində, güclü, zəif cərrahların içində üz düzəldən, bu dırnaq ustası olsun, saç ustası olsun, hər bir işdə özünü güclü reklam eləmiş, heç nə bacarmayanlar da var. Amma əsas işi bilən ustalar da var. Siz hər işdə doğruları nə qədər doğru tapıb, doğru işindən yapışsaz, hər işdə o qədər siz özünüzə kömək tapa bilərsiniz. Düzdür, mənim qəbullarıma düşmək çətindir, çünki mən çox rədd halda qəbul edirəm. Az qəbul edirəm. Mən 50 manata 30-40, 50 belə gündə 30-40 nəfər qəbul eləsəm, çox pul qazanmış olaram. Amma sizə heç nə baxıb deyə bilmərəm. Mən gündə uzaqbaşı 2, ən çox 3, o da həftənin 2 günü qəbul edirəm. Elə olur ki, aya 2 iş qəbullar eləmirəm. Beyin informasiya almağa gücə o cür malik ola bilər. Gündə çox enerji itirən adam sizin problemlərinizi doğru görə bilməz. Mən bu barədə sizə problem olanlar çox olur. Belə insanların yanına getmək istəyəndə bir məlumat verirəm ki, biləsiz bu nə olan işdir. Nə cür özünüzdə bu problemin aradan qaldırması üçün nə cür insanların yanına getmək lazımdır, onu bil. Gündə 5, 10, 15, 20, 30 kapıla dolduran insanlara beyin enerjisi, hisslər çatdırmaq olmaz. Hər bir insanın daxilindəki hisslərinizi baxmaq. Ona görə də bu cür insanlardan aldanmış insanlar da belə şeylər yoxdur, boşdur deyir. Belə şeylər qədim dövrdən, peyğəmbərlərin dövründən həmişə olub. Sadəcə bu işin hər işdə olduğu kimi doğru bilən və bilməyən var. Allah sizi baş verəcəyi böyük sulardan, sellərdən, daşqınlardan qorusun. 3-cü Dünya Savaşının hazırlıqları gedir. Allah uzaq eləsin, olmasın. Bir də bu ilin sonuna qədər baş verəcək zəlzələdən Allah bizim zonamızı, bizim ölkəmizi, bizim millətimizi uzaq eləsin. Amma Azərbaycanda da böyük daşqınlar, sellər hiss edirəm bu yaxın zamanlarda. Son 50-100 ilin olmadığı qədər güclü və habelə zəlzələ də yaxın bu aylar, illər müddətdə qaçılmazdır. Çünki mən bunu da hiss edirəm. Mən bunu neçə dəfələrlə 2 ildir artıq, 3 ildir dayanmadan deyirəm ki, bu yaxın illərdə biz bunu gözləyirik. Artıq yaxın illər, yox yaxın aylar deyirəm. Olmasın, Allah qorusun. Sadəcə olaraq mən öz hisslərimi sizlərlə ona görə bölüşürəm ki, böyük binalarda yaşayanlar üçün zəlzələdən təhlükəlidir. Balaca alçaq binalarda o qədər təhlükəli deyil. Həyət evlərdə təhlükəli deyil. Bu zəlzələ nə vaxtsa olandan sonra siz bilən deyilsə, niyə demədiniz deyəcəksiniz. Ona görə də mən indidən deyirəm ki, son bir neçə aylar, il yarım ərzində təbii ki, Azərbaycanda da bunu hiss edirəm. Olmasın, mən bunu sizi qorxutmaq üçün demirəm. Bu olandan sonra nə deyəcəksiniz, niyə demədiniz deyəcəksiniz. Amma yenə də Allah qorusun deyək, olmasın. Allah